Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu khayru nasirin ve muhin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Ve lanetullah ala adaihim ecma'in minel an. İlâ liqâi yevmiddin. Nehmeduhu ve nesta'inuh. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefkahu qavli. Sadaqallahul aliyyul azim. Allah Teala ibadet hayatımızı kabul etsin inşallah, bizi beğendiği bendelerden karar versin. Dünya ve ahiret Peygamber ve Ehl-i Beytinin ziyaret ve şefaatini nasip eylesin inşallah. Oruç namazlarımızı kabul eləsin, iltimas söyleyenlerin dualarını kabul eləsin, xəstələrimize şifaya acil inayet eləsin inşallah. Tamamen çətinlikdə olanların çətinliklərini həll eləsin və bizi bu ayın feyzindən, bərəkətindən, rəhmətindən, məğfirətindən bir nəsib eləməsin inşallah. Allah Teala axırıncı Ramazanımız qərar verməsin inşallah. Günün duasını oxuyaq. Bismillahirrahmanirrahim. Allahümme zeyyinni fihi bis-sitri vel-ifaf vesturni fihi bil-libasil qunu vel-kifaf vec'alni fihi alal-adl vel-insaf ve aminni fihi min kulli ma akhafu bi-ismetke ya ismetel haifin. Allah inşallah bu duanı da bizim barəmizdə qəbul eləsin. Belə bu duanın özünü oxuyub izah eləsin, bir gün çatmaz buna. Bu duadakı o qədər həssas şeylərə işarə olunub. Allahümme zeyyini fihi bis-sitri vel-ifaf. Allah məni bu günü günahlardan qorunma, iffətli olmağa zinət elə mənə. Özdə zinət elə ha, məsələn, bir var deyəsən ki, qismət elə, məsələn, daha ondan bir miqdar adama qismət olar. Bir də var ki, bəzə də, bəzəyəndə bir nə, məsələn, nə isə, o bəzə əşyasının bir dənəsini gətirib bağlamırlar ki, onun üstünə ki, bəzədik. Başdan ayağa, o bəzəy nədirsə ondan istifadə olunur. Burada da o cürədir. Allahümme zeyyinni, Allah mənə zinətləndir. Bis-sitr, yəni günahlarımın üstünün örtülməsi ilə, günahlardan qorunmaqla, sitr satirdəndir də, günahlardan qorunmaq mənasına da olar, günahlarımın yəni üstünü ört mənasına da olar. Yaxşı, onunla məni zinətləndir, vəl-ifaf və iffətli olmaqla məni zinətləndir. Bu ikisi də özü həm günahdan çəkinmək, qorunmaq, həm iffət özü, həm bir-birin tamamlayan məsələdir, əməldilər. Biri o birsin tamamlayır. İnsan nə qədər günahdan çox qorunsa, iffəti çoxalar. İnsanın nə qədər iffəti çox olsa, o qədər də günahdan nə olar? Uzaq düşər. İffəti nə qədər olar? Bir-biri. Necə o salih əməllə iman bir-birin tamamlayırlar. Məsələn, iman çoxaldıqca insan daha çox salih əməllər eləyir. Daha çox salih əməllər insanın eləyir, imanını gücləndirir. Burada da eyni onun kimidir. İnsan iffətli olanda günahdan çəkinər. İffət el arasında, cəmaət arasında da bir növ həya mənasındadır da. Çəkinmək, həya eləmək. Amma bu dini termində biraz daha çox geniş mənası var. Məsələn, ola bilər bu cəmaatın dilində utanmaq, çəkinmək bəzi şeylərdən lazım olsun, amma bəzi şeylərdən heç lazım olmasın. Yəni, utanası bir şey deyir o və yaxud insanlar ona fərqlə baxa bilərlər. Məsələn, bəzisi deyə bilər ki, belədir, bəzisi deyərlər əksisdir. Amma dində iffət, yəni o bir qüvvə ki, İnsan bir məqama çata, insanı bir özün belə bir formaya sala ki, günahdan çəkinir, günahdan utanır. Özdə təklikdə, cəmaat içində fərq eləmir. İffət məqamı o məqamdır.
necə məsələn insan bir işi adam içində görməyə utanar, təklik eləyər. Amma iffət məqamı elədir ki, onun xələlə onun şeydə fərqi yoxdur da. Aşkarda və gizdində fərqi yoxdur. Necə məsələn indi insanlar oruç tutur, aşkara məsələn yemirlər orucu, gizdində də heç kim yemir də. Elə deyir, dalda da keçsin, bitkə yesin, desin ki, hə, dayı məsələn bu olar, yoxdur. O gizdində ya günahların çoxundan, məsələn, mömin insanlar çəkinirlər. Amma bu gündə biz istəyirik ki, bu belə də möhkəmlənsin bizə bəzək olsun. Məsələn, qiyamətdə gələndə, ya indi Allahın mələkləri baxanda desinlər ki, məsələn, bizim o bəzəyimizi görsünlər, bizim o zinətimizi görsünlər. Çünki müminin əməlləri ərşə qədər uzanır. Məsələn, bəzi hədislərdə var ki, göyə nur saçır. Mələklər onun əməlinin nurunu hiss edirlər, görürlər. Amma əməl düzgün gərək yerində ola da. Əməl düzgün yerində ola, əməl, necə deyərlər, qəbul olunası əməl ola da, keyfiyyətdə əməl ola. O keyfiyyətdə, məsələn, evə işıq gələndə, normal gələndə hər şey normal işləyir də, yaxşı. Küçədən də keçən hiss edir ki, bu evin işığı yanır. Amma o işıqlar zəif olan yerlər var, qədim zamanlarda çox olurdu. Heç nə işləmir evdə, bilirsiniz, heç qonşudan da görükmür, buranın işığı yanır, yanmır. Bizim əməllərimiz də onun kimidir. Elə olsun gərək, elə bir tərzdə olsun ki, tam keyfiyyəti yerində olsun, özümü saxlasın, məndə ismət yaratsın, məndə iffət yaratsın, məndə o tənha ənil fəhşai vəl münkər ki, deyir namazın barəsində. Namazın xasiyyəti, hər şeyin bir dənə xasiyyəti var. Namazın xasiyyəti nədir? Namazın xasiyyəti insanı zahiri, batini günahlardan çəkindirir. Yaxşı, namaz gərək elə bir şey olsun ki, o məni zahiri, batini, açıq, gizlin günahlardan qoruya bilir. Bu halda deməli, nə olsun? Məni qoruya bilirsə, deməli, ərşə də işıq sala biləcək. Məni qoruya bilirsə, ərşə də işıq sala biləcək. Mənə burada qoruya, məsələn, üləmadan biri çox qədim vaxtda ustadlardan biri danışırdı. Həmin bu əs-somu cünnətun minənnar mövzusunu danışırdı. Oruc cəhənnəmdən qalxandır. Deyirdi, gəlin belə, indi biraz öz aramızda səmimi söhbət edək. Yaxşı, deyir, hə. Deyir, Allah deyib, qeybət haramdır, hə. Allah deyib, yalan haramdır. Allah deyib, naməhrəmə baxmaq haramdır. Bəli, Allah Teala bunun hamısını deyib. Biz bilirik, bunlar hamısı haramdır, bəli. Yaxşı. İndi oruz da tuturuq. Nədən ötürü? Cəhənnəmdən sipər deyir, cəhənnəmdən qoruyur. Əs-somu cünnətun minənnar. Yaxşı, bu oruc ki, məni hələ oruc ağıza qeybət eləməkdən saxlamırsa, oruc ağıza məni bu şeydən saxlamırsa, necə deyim də, bu günah eləməkdən saxlamırsa, onda cəhənnəmdən necə saxlayacaq? Yaxşı, elə bir, məsələn, biri bir dənə evə damaq vurmuşdu, damın üstünü örtüb. Belə yüngül varı, kürək gəldi, götürdü, apardı onu. Deyir, Allah atasını rəhmət eləsin bu ustanın. Elə vurub, heç olmasa elə payızın küləyi götürdü, apardı. Birdən qalsaydı, qışın küləyi aparsaydı, onda nə olacaqdı? Elə deyir. İndi də vaxt var düzəltməyə. Adamın elə bəzən xoşbəxtçiliyi onda olar ki, işlərinin düzgün olmamasına biraz dünyada tez xəbərdar olar. Ki, bilər ki, namazlarım yerində deyir, oruclarım yerində deyir, düzəldə təzədən. Hətta qışda o küləyi götürüb damma aparandan sonra onda da heç nə. Yaxşı, indidən xəbərdar ola. Adam məsələn var ki, bir yerdə mənə rast gəldi, kişi həmişə birinci cərgədə durub namaz qılardı. Bir gün gəldi, gecikmişdi, doldu, birinci cərgə dolmuşdu, bu ikinci cərgədə oturdu. Qabaqdakılar da bilmədilər buna yer verələr. Sonra birinci namaz qutarandan sonra buna yer verdilər, gəldi, oturdu filan. Bu da gördülər, başlayıb bu qəza namazları qılır.
Qəza namazları qılır. Soruşurlar ki, sənin qəza namazın yox idi axı. Dedi, yox, çoxdur. 30 il qəza namazım var. Nədən deyir o birinci cərgədə durmaqdan? Mən 30 ildir birinci cərgədə durub namaz qılırdım. O günlər ki, mən ikinci cərgədə durdum, namaz başlamışdı, birinci cərgədə olmuşdu. Orada baxdım, gördüm ki, utanıram ikinci cərgədə dayanmağa. Axı, mən 30 ildir birinci cərgədə. Bildim ki, namazlarım batil olub. Ona görə hamısını nə edirəm? Təzəliyirəm. Onda o xoşbəxt adamdır. Vaxtında başa düşür, vaxtında bilir. Yaxşı, amma bu adam qiyamətdə ayılanda orası çox çətin olacaq da Allah göstərməsin. Allahümmə zəyyinni fihi bis-sitri vəl-ifaf və vəsturni fihi bi-libasil qunu'i vəl-kifaf. İkinci də Allah məni burada zinətləndirir, mənə libas geyindir, qənaət libasını geyindir mənə. Qənaət libasını, kifayət libasını geyindir mənə. Yaxşı, qani olmaqlıq. Qunut bir ibadət mənasınadır. İbadət mənasınadır. Burada qunu qənaət mənasınadır. Qənaət. Məsələn, nə qədər israf barəsində ayəmiz var, onun hamısı qənaəti bizə vacib edir. Məsələn, deyir, və la tusrifu, və la tusrifu, və la tusrifu. Nəfsun barəsində israf eləməyin, yeyin üçün israf eləməyin, falan ömrünüzə israf eləməyin. Bunların hamısı qənaəti bizə neyinir? Vacib edir. Bu yandan da elə qənaətin özünə də əmr olunub, iqtisadın özünə də əmr olunub. Hər şeydə orta. Ümumiyyətlə, biz Quran deyir ki, orta ümmətik də. Nə ifrat eləyənlərdən deyirik, nə təfrit eləyənlərdən deyirik. Ümmət-i vüsta Quran bizə deyir. Yaxşı, ona görə də gərək hər şeyin o orta həddin, iqtisad həddin neyək? Riayət eləyək, ifrat təfrit eləməyək. Hətta ibadətin özündə də, gərək ona yol verməyək. Yaxşı, iqtisadi məsələlərdə xüsusən. Həzrət Rəsulullah da buyurur ki, varlı olmaq istəyən ehtiyatsız, mövzu da iki cürədir. Bir, varlı olmaq, bir də ehtiyatsız olmaq. Varlı olmaq, məsələn, birinin 1 milyon pulu var, birinin pulu da yoxdur, heç nədən də ehtiyacı yoxdur. Hansı yoxdur? Hansı yaxşıdır? İkinci variant yaxşıdır da. 1 milyonun gündə bir dənə məsələsi çıxacaq ortalığa. Xumsun verməyəcək, cəhənnəmə gedəcək. Biri gələcək, istəyəcək, kasıb verməyəcək, cəhənnəmə gedəcək. Ondan sonra belə də, nə bilim, heç verməməli adama verməyəcək, düz eləyəcək, sonra pis adam kimi tanınacaq. Ondan sonra, gecə yatma nə olacaq, gündüz nətər eləyim, ölməsin, ondan sonra, nə bilim, bankrot olmayan, müflis olmayan. Amma bunun heç nə yoxdur. Cibində elə gündəlik pulu var, heç nədən də ehtiyacı yoxdur. İkinci variant çox yaxşıdır, nədir? Birinci variantdan. Yaxşı ki, Allah Teala nədir? İnsan o baxımdan müstəğni ola. Məsələn, Həzrət də deyir ki, mən qənəə istəğna. Kim qənaət eləsə, nə olacaq? Ehtiyatsız olacaq. Mən kim qənaət eləsə, ehtiyatsız olacaq. Qənaət eləməyən nədir? Ehtiyatsız olmayacaq. Ehtiyatsızlıq da insan gələ özün maddi məsələlərdə ehtiyatsız bilə və illa insan özün mütləq ehtiyatsız bilsə, o pis yerə çıxar. İnnəl insanə ləyətxə ən rəahus təğna. Ayə elə deyir. İnsan özün müstəğni görəndə, insan özün ehtiyatsız görəndə tüğyan eləyir. İnnəl insana ləyətxə, əlbəttə tüğyan eləyəcək, ən rəahus təğna. O zaman ki, özün ehtiyatsız gördü. Yaxşı, ona görə mütləq ehtiyatsız yox. Bu dediyimiz maddi məsələlərdən ehtiyatsız bilsin. Və bunu da bilsin ki, Allah var da, mənə haçan lazım olsa verəcək. O biri ayaq-yalın başı açıq gəzirdi, qarda filan da, soyuqda. Biri soruşdu ki, sən niyə əyin o paltar almışsan, sən kimsən? Deyir, mən filankəsin quluyam. Filankəsin quluyam. Deyir, mən niyə sən ona demirsən? Deyir, o görür, daha sən lazım olsa alacaq mənə. Sən qul öz ağasının qarşısında özün bu cürə fəda eləyib, bu cürə
tabi olub, bu cürə mutidir, yaxşı. Amma bəndə Allahın müqabilində nədir? Bax, elə bir gün oxuyacağımız həmin o ayə ki vardı Məaric surəsindən, o idi. İnnəl insana ləyət xuluqə həlua. İnsan həlu, həris, indi o hərislikdən vaxtımız qalsa danışacaq. İnsan həris yaranıb. Bax, İza məssəhu şərru cəzuə və İza məssəhul xeyru mənua. Bax, belədir insan. Bir çətinlik ona üz verəndə də haiki salır, qırğın qiyamət salır. Ona gəlin, məsələn, bir asayiş, əmin-əmanlıq, belə deyək də, loru dildə deyək. Bitçə çörək tapanda da mənua. Başlayır nə olmağa? Mənu, yəni mani olan, imtina eləyən, ondan sonra, necə deyim də, haqqı bərpa eləməyən. Yaxşı. Bəs dedi, vəhmilni fiyhə əlal ədli vəl-insaf. Bu, özü də çox əsas məsələlərdən. Deyirəm də, bu günün duası elə başdan ayağa hamısı nədir? Belə o şeylərdir də, birbaşa açarlardır. Və vəhmilni bu gündə ədalətli və insaflı olmağa mənə neynəcinən, qismət eləcinən, yaxşı, ədalət və insaf. Özü də hər ikisi əsas mövzudur, çox dərin mövzudur və insanın həyatında hər an, hər dəqiqə, bir var namaz 3 vaxt, məsələn, sübh, günorta, axşam, məsələn, oruc ildə bir dəfə, bir ay, bu yox. Bu elə hər gün, hər ay insan, məsələn, də bütün mərhələsində ədalətə riayət olunmalıdır. Elə o qədər əhəmiyyətli olduğuna görə gəlib Üsul-i-Dindən də hesab olunur da üləmanın tərəfindən. Yaxşı, o cürə. Hətta məsələn, hər nədə, Həzrəti Peyğəmbər bir nəfərlə, məsələn, 2-3 nəfərlə danışanda, hətta baxışlarını da bölərdi onların arasına. Eyni dəqiqədə baxardı. Oturanda həmişə dairəvi oturardılar ki, qoy aşağı baş, yuxarı baş olmasın. Yaxşı, bu cürə. İnsaf da ki, hədə o insafı olmayanın dini olmaz da. La dinə limən la insaf ələ. Yaxşı, o da yerində. O da bir dənə mövzudur. İmam Baqir əleyhissalamdan rivayət varımızda buyurur ki, Seyyidül əməli səlasətun. Əməllərin ağası 3 dənədir. Hamısı ora qadir. Bütün hallarda zikir demək, bütün hallarda zikir demək. Zikri də gəlir, zahid edir ki, deyir, fəleysə Subhanallah və elhamdülillah və la ilahə illəllahu və Allahu əkbər bir zikrin fəqət. Deyir, elə bilərsiniz, elə zikr Subhanallah və təsbihat-ı ərbədir. Zikr elə tək Subhanallah. Deyir, yox, deyirlər, ağa, nədir zikr? Deyir, zikr budur ki, hər bir addımı atanda, hər bir gözü açanda, hər bir qulağı nəyəsə belə verəndə ki, qulaq asasan, hər bir işə ki, iqdam eləmək istəyirsən, hər bir təfəkkürü ki, istəyirsən, fikirləşəsən, onun əvvəlində fikirləşəsən ki, bu Allaha görədir, yoxsa yox. Əgər belə olsa, bunların hamısı zikirdir. İnsanın həyatının hamısı zikirdir. Yaxşı, və müvasatul əxi filmal ikincisi deyir ki, özü dostların arasında, öz malı dostların, mömin qardaşların arasında nə biləsən, malında şərik biləsən, bərabər biləsən, müvasatul əx, bərabər biləsən. Biri də budur ki, insaf kənin nas. Cəmaata nisbət insaflı olasan. Nə dərəcədə insaflı olasan? Buyurdu ki, özünə razı bildiyi, onlara da razı biləsən. Özünə razı bilmədiyi, rəva bilmədiyi də onlara neynəməyəsən? Rəva bilməyəsən. O kişi deyir, mən gördüm, baxdılar, gördülər bu, çox istiğfar edir, dayanmadan. Deyirlər ki, niyə istiğfar edirsən? Deyir, mən oturmuşdum, hay düşdü ki, bazar yanır. Bazar yanır, dükanlar yanır, mən də qaçdım, gəldim, gördüm. Ya hamının, ya çox adamın dükanı yanıb. Bundan soruşurlar, nə günahva istiğfar eləyirsən, nə günahva tövbə eləyirsən? Deyir, Allaha şükür eləməyimə. Ziddiyyətli məsələdir axı, Allaha şükür eləməyə adam gərək
tövbə yox, nə olsun? Biraz da elə şükür eləsin. Kulləmə əşkur eləyik və cəbələyyən əşkurə mərrətən uxrada təqribən belədir. Hər zaman mən şükür elədim, mənə vacib olur ki, təzədən sənə şükür eləyirəm. Amma sən şükrüvə niyə istiğfar eləyirsən? Şükrü adam istiğfar eləməz ki. Deyir ki, bəli, mən çıxdım bazara, gördüm hamının dükanı yanıb, mənim dükanım qalıb, dedim ki, ilahi şükür. İlahi şükür, ilahi şükür. Sonra başa düşdüm ki, bay, mən nəyə şükür eləyirəm? Mən öz malımın xilas olmağına şükür eləyirəm, cəmaatın malının deməli yanmağına da şükür eləyirəm. Axır ki, deyir, onu necə eləməlidim, nə tər eləməlidim, bilmirəm, amma bilirəm ki, düz eləməmişəm, o şükrə nə düşür? O şükrə istiğfar düşür, ona görə də nə edirəm? İstiğfar eləyirəm. Ona görə də istiğfar eləyirəm. O istiğfarlıqdır. İnsaf eləmədim mən filan, bu cürə. Bəs bu, insafdır, ədalətdir, həyatın ən əsas məsələlərindəndir ki, gərək biz ona riayət edək. Bugünkü günümüzün də nədir? Duasıdır və bunu bu günləri biraz çox oxusuq, hələ nə qədər gün batmayıb, yaxşıdır. Və axırda da deyir ki, və aminni fihi min kulli ma əxaf bi ismətkə ya ismətəl xaifin, əminamanlıq ver mənə, Allah, bütün o qorxduğum şeylərdən, qorxulu şeylərdən, qorxduğum şeylərdən hamısından məni nə verginən, əmanda saxlacinən, bir ismətkə ya ismətəl xaifin, qorxanları qoruyan, öz ismətinlə məni qoru, qorxanları qoruyan. Kümeyl duasında deyir ya, ya nurəl müstəfhişinə fizzuləm. Kümeyl duasında da səhv eləmirəmsə, ya nurəl müstəfhişinə zülmətdə qorxanların nuru çırağı, zülmətdə zülmət özü qorxuludur axı. Orada gəlib nədir? Biraz da qorxaq adam zülmətə düşəndə, zülmət də özü qorxulu. Orada möhkəm çıraq lazımdır, nur lazımdır adama. O da Allahın nuru samavatı vəl ərz. Məsəl nuruhu kəmişqat. Allah yerin göyün nurudur. Əslən Allah xaliqun nurdur. Yerin göyün nurudur heç, yəni Allah elə özü nuru da yarandı, o qaranlıqda, o qorxulu qaranlıqda. O zülmət ki, qorxuludur. Əsasən qiyamətin zülmətinə işarədir ki, orada Allah nə edə bilər adama? Nur verə bilər. Möminlərin də nuru var orada. Amma ancaq özlərinə aid olacaq, o başqasına verə bilməyəcək. Yaxşı. Ona görə Quranın ayəsində deyir, cəhənnəm əhli deyər, behişt əhlinə ki, o günahkarlar, günahsızlar ki, gedərlər, nurları onlara işıq salar. Bunlar da deyərlər ki, deyanın hətta nəktəbis min nurikum. Deyanın biz də sizin nurunuzdan istifadə edirik, yox siz ondan istifadə edə bilməyəcəksiniz. Allah onu sizə nə edib, haram edib ki, bəs Allah Teala bizə o nurun qismət eləsin inşallah. Mövzumuza gəlib çata bilmədiyi vaxtımız, çünki bugünkü dua dolğun dua idi. Elə özü çox söz var içərisində. Bizim bəhsimiz innəl insana xulqi həlua dedik, insan həris yaranıb. O hərisliyin dünənləri birazına işarə elədik, müsbət cəhətinə ki, Peyğəmbər də həris idi. Amma bizim hidayət olmağımıza və bəzi mənfi cəhətlərinə də inşallah sabah qismət olsun, işarə elərik. Allah Muhammed al-Muhammed xatirinə bizi həqiqi oruç tutanlardan, namaz qılanlardan qərar versin, günahlarımızı bağışlasın. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.